Herkese salam. Bugün 11-ci sinif buraxılış imtahanına hazırlaşanlar üçün Demin İngilis dili toplusundan Modal Verbs bölməsinin testlərinin izahına baxaq. Başlayaq Choosing Correct Modal Verbs bölməsinin testlərindən. The bus is overcrowded. Avtobus basa-basıdır. You, baxın, apostrof nöqtələrdən sonra to istifadə olunub. Deməli, biz bura özündən sonra to tələb edən modal verb yazmalıyıq. Will able olmaz, will be able to olmalıdır. A çıxır. Won't be able to olmalıdır. B çıxır. Will have to bunu saxlayaq. Needn't olmaz. Need özündən sonra. Əgər to gəlirsə, onda need əsas feildir. Köməkçi feil, modal feil deyil. Y-də çıxır. Have to, has to-nun sualı inkarı özü ilə düzəlmir. D çıxır. Düzgün cavabımız olur C variantı. We'll have to wait for the next one. Basa-bas oldu. Basa-bas da avtobus. Mən ona görə də, sən ona görə də gözləməlisən növbəti avtobus. Sonra Jane rent a room. She can stay at my place. Aha. Nöqtədən sonra to yoxdur. Baxırıq. A qalsın. B düzgün deyil. Have to, has to özü ilə düzəlmir. Ought özünə sonra to tələb edir. Orada to yoxdur. Çıxır. Oughtn't. Oughtn't yenə D çıxır. Y-də də have özünə sonra to tələb edir. Orada to yoxdur. Çıxır. Qalır A variantı. Jane needn't rent a room. She can stay at my place. Onun otaq tutmağa ehtiyacı yoxdur. Məndən qala bilər. Sonra üçüncü testə baxırıq. As we are short of time, you don't have nöqtədən sonra baxırıq to yoxdur. Ona görə bir çıxır. Have to tələb edir özündən sonra. Ona görə bir olan variantlar çıxır. 3 ought to tələb edir özündən sonra. 3 çıxır. 3 də çıxdı. Qalır B variantı. 2, 4. Must, have to. Burada da want özündən sonra to tələb edir. 4. Everybody have the same educational opportunities. Deməli, nöqtədən sonra to yoxdur. Ona görə oughtn't çıxır. Hasn't olmaz, D çıxır. Qalır və Y. Artıq burada tərcüməyə baxırıq. Everybody have the same educational opportunities. Hər kəsin eyni təhsil imkanı, şansı gərək olsun. Should. Needn't ehtiyac deyil olmağı. Bu tərcümə uyğun deyil. Ona görə düzgün cavab olur A variantı. 5. We preserve our natural resources. Nöqtədən sonra to yoxdur. Baxırıq, ought çıxır, oughtn't çıxır. Özlərinə sonra to tələb edir. Haven't to belə bu formada inkarda işləmir. Need də özündən sonra to gələndə olur əsas feil. Ona görə bu da düz deyil. Düzgün cavabımız olur A variantı. Sonra 6. I would like to change my job, but anything varsa biz inkar yazmalıyıq. Sonra nöqtədən sonra to yoxdur. Oughtn't çıxır. Haven't to da yerinə uyğun gəlmir. Haven't to deyə bir şey yoxdur. İnkar da işləmir. İnkar yazmalıyıq deyə olur can't. I would like to change my job. Mən istərdim ki, öz işimi dəyişim. But deyirsə, bir tərəf digərini inkarda gedir. But can't find anything better. Amma daha yaxşısını tapa bilmirəm. 7-ci testə baxaq. Sorry, this be my umbrella. Mine is much darker. Hasn't to düzgün deyil. Olmaz. Has özü inkarla düzəlmir. Need özündən sonra to tələb etmir. Had özündən sonra not, hadn't olmur. Ought özündən sonra to tələb edir. Düzgün cavabımız olur B variantı. This can't be my umbrella. Bu mənim çətrim ola bilməz. We stop driving when the traffic light is red. Nöqtədən sonra to gəlmibdir. Oughtn't çıxır. Y variantı da haven't to çıxır. Qalır B variantı da çıxır. Nəyə görə? Does V ilə işlənmir. Qalır C variantı. 9. You buy sausages at the chemist's. Will able to olmaz. Burada olmalıdır. Will be able to. A çıxdı. Ought özündən sonra to tələb edir. B çıxdı. Don't have to olmalıdır. D çıxdı. Have də özü inkarını düzəltmir. Çıxır. Qalır Y variantı. You can't buy sausages at the chemistry. 10-cu testə baxaq. Children respect their parents. Uşaqlar valideynlərinə gərək hörmət etsinlər. Düzgün cavabımız olur A variantı.
Yenə baxaq digərlərinə. Ought to ilə işlənir, B çıxır. Haven't özü inkarını düzəltmir, C çıxır. Are able to ilə işlənir, çıxır. Ought to ilə işlənir, çıxır. Sonra 11. You be rude to your friends. Sən gərək öz dostlarınla kobud olmayasan. Baxın, ought'un çıxır, çünki to yoxdur. Are able to ilə işlənir, D çıxır. Haven't da bu formada inkarda olmur. O da çıxır. Düzgün cavabımız olur B variantı. A campus contain all facilities necessary for students. Campus təkdədir, have to olmaz, has to olar. Çıxdı. Is able to ilə işlənir, B çıxdı. Can'dan sonra to gəlməz, C çıxdı. Has'dan sonra to gəlməli idi, D də çıxdı. Düzgün cavabımız oldu Y variantı. Sonra Alice help you now, she is free. Had özündən sonra to tələb edir, çıxdı. Doesn't have to tələb edir, bu da çıxdı. She is able to help you now. Could to ilə işləmir, ought to ilə işlənir. Düzgün cavabımız olur B variantı. 14. My granny and I hadn't to ilə, ümumiyyətcə bunun quruluş düzgün deyil. Had'ın sualı inkarı özlə düzəlmir, çıxdı. Have to tələb edir, çıxdı. Had to qalsın, could to ilə işlənmir, were able to ilə işlənir, yerdə çıxır. Düzgün cavabımız olur C variantı. Sonra 15. You are able to ilə işlənməlidir, A çıxır. Must-ı saxlayaq. Aren't able to olmalıdır, çıxır. Have to, haven't belə olmur. Ought da to tələb edir, Y də çıxır. Düzgün cavabımız olur B variantı. 16. Arthur was a little boy, but he swim better than me. Aha. Didn't have özündən sonra to tələb edir, A çıxır. Wasn't able to tələb edir, B də çıxır. Couldn't to ilə işlənmir. Was able to tələb edir, C də çıxır. Düzgün cavabımız olur Y variantı. 17. We are able to tələb edir, A çıxır. Have to tələb edir, B çıxır. C qalsın. Has we ilə işlənmir. Haven't da özünün inkarı olmur. Düzgün cavab olur C variantı. Sonra you must to ilə işlənmir, A çıxır. Nöqtədən sonra to yazılıb. A çıxdı. Should to ilə işlənmir, B də çıxdı. May də to ilə işlənmir, can də to ilə işlənmir. Have to olur. You hadn't inkarı bu formada olmur. A çıxır. Have to ilə işlənməlidir. B çıxır. Has işlənməz yo ilə C çıxır. Are able to ilə işlənir. Y çıxır. Düzgün cavab olur can. The sportsman to. Nöqtələrdən sonra to var. Should to ilə işlənməz çıxdı. Can to ilə işlənməz çıxdı. Hadn'tın inkarı belə düzəlmir, çıxır. Are able to ilə işlənir. Düzgün cavab D-dir. Burada da Y, will, be olmalıdır. Y də çıxdı. 21. Nöqtədən sonra to işlənməyib. I can't believe my eyes. Düzgün cavabımız A variantdır. Mən gözlərimə inana bilmirəm. Don't have to tələb edir. Hadn't bu formada inkar olmur. Have to tələb edir. Must to'suz işlənir. Davam edək 22-ci testimizlə. I get up early in the morning. A variantına baxırıq. Have öz inkarın özü ilə düzəlmir, çıxır. B-ni saxlayaq. Can to ilə işlənmir, çıxır. Must to ilə işlənmir, çıxır. I'm able to ilə işlənir. To ilə işlənir. D də çıxır. Düzgün cavabımız olur. I have to get up early in the morning. I live far from my office. 23. He has missed the morning train and will be able to ilə işlənməlidir. To yoxdur, A çıxdı. Has to ilə işlənməlidir, B çıxdı. Hasn't bu formada inkar olmur. Will have to düzgün cavabdır. Must da to ilə işlənməz, Y də çıxır. Ted was able to ilə işlənməlidir, A çıxır. Ought da to ilə işlənir. Wasn't able to ilə işlənir. Had'in də inkarı belə düzəlmir. Düzgün cavab olur C variantı. 25. The news was so strange that we believe it. Have-in inkarı belə düzəlmir, A çıxır. Were able to ilə işlənməlidir, çıxır. Weren't able da to işlənməlidir, çıxır. Qalır C və Y variantı. Burada artıq tərcüməyə baxırıq. Deyir ki, eşitdiyimiz
Xəbərlər çox qəribə idi. Xəbərlər elə qəribə idi ki, biz onlara inana bilmədik qəribəliyinə. İnana bilmədik olur couldn't C variantı. 26. As his English is excellent, he find a good job. Deyir ki, onun əvvəl baxaq variantlara, sonra deyək tərcüməsini. Will be able to, bu okeydir qalsın. Has to ilə işlənir çıxır. C-də də bu to tələb edir çıxır. Won't be able to tələb edir çıxır. Hasn't to tələb edir. Hasn't da inkarı belə olmur. Düzgün cavab A variantı. Deyir ki, o ingilis əla olduğuna görə o will be able to find a good job. O yaxşı iş tapacaq. 27. A variantını saxlayaq. B variantı to ilə işlənir. Haven't-ın inkarı belə olmur. C to ilə işlənir. D to ilə işlənir. Y-də də will be able to olmalıdır. Düzgün cavabımız olur A variantı. 28. People should to ilə işlənməz. A çıxdı. Don't have to tələb edir. B çıxdı. Y variantı to tələb D variantı to tələb edir. Y variantının inkarı belə düzəlmir. Y də çıxır. Düzgün cavabımız olur C variantı. I am too busy now. I haven't inkar belə olmur. A çıxır. Have də D variantda çıxır. To tələb edir. I am too busy now. Cümləmiz indiki zamandadır deyə uzlaşma olaraq indiki zaman yazmalıyıq. Y variantı çıxır. Mən indi məşğulam. C-nə zəng edə bilmirəm. Düzgün cavabımız olur C variantı tərcüməyə əsasən. 30. I missed the bus in the morning, so I walk to school. Mən avtobusu ötürdüm, qaçırdım. Buna görə də mən məktəbə piyada getməliyəm. Had to, elə düzgün cavabımız A variantıdır. Baxaq digərləri niyə düz deyil. B variantında hədin inkarı belə olmaz. B çıxır. Was able to tələb edir çıxır. Wasn't able to tələb edir. Haven't-ın da inkarı belə olmur. 31. You take it without permission. Hədin inkarı belə olmaz. A çıxır. You mustn't take it without permission. Düzgün cavabımız B variantda. Sən bunu icazəsiz götürməməlisən. Ought to tələb edir. C çıxır. Have to tələb edir çıxır. Able to tələb edir çıxır. Mary make a decision by herself. Has to. Elə düzgün cavabımız A variantdır. Mary öz qərarını özü verməlidir. Hasn't-ın inkarı belə olmaz. B çıxır. Wasn't able to ilə işlənir çıxır. May to ilə işlənməz. D də çıxır. Is able to ilə işlənir. Y də çıxır. Düzgün cavabımız olur A variantı. 33. Mother do the ironing after the baby sleeps. Ought to ilə işlənər. A çıxdı. Can düzgün cavabımız olur. Will be able to ilə işlənir. Çıxır. C də çıxır. Baxaq digərinə. Isn't able to ilə işlənir. Isn't able to ilə işlənir. Doesn't have isə to tələb edir. Hər ikisi to tələb edir deyə çıxdı. Sonra 34. We buy some flour to make a cake. Mustn't to ilə işlənməz. A çıxır. Don't have to tələb edir çıxır. Haven't-ın inkarı belə olmur çıxır. Will have to ilə işlənir çıxır. Düzgün cavabımız Y variantı. We have to buy some flour to make a cake. You going for sports to be healthy. Haven't inkar olmaz belə çıxır. Don't have to tələb edir çıxır. C qalır. Düzgün cavabımız C-dir. Y də must to ilə işlənməz çıxır. Will have to tələb edir çıxır. Düzgün cavab C variantı. The young mother washed the dishes after the baby slept. Ought to tələb edir çıxır. Hadn't-ın inkarı belə olmur çıxır. Will be able to işləyir çıxır. Was able to ilə işlənir. Elə düzgün cavab D variantıdır. Didn't have to tələb edir çıxır. Sonra 37. The difficulty was that he hadn't-ın inkarı belə olmaz. A çıxdı. Ought to ilə işlənir. B də çıxdı. Wasn't able to ilə işlənir çıxdı. Will be able to olmalıydı. D də çıxdı. Düzgün cavabımız Y variantı. 38-ci testlə The child is thirsty. Thirsty susuz deməkdir. Əgər susuzsa deməli biz ona su verməliyik. You give him some water. Sən gərək ona su verəsən. Təsdiq olan modal feillər istifadə olunmalıdır. İnkar çıxaq. 3 mas çıxır. Qalır A və Y variantı.
İkinci, should okeydir. You should give him water. Sən gərək ona su verəsən. İkinci cavaba baxırıq. Are able. To be able-dan sonra to gəlməlidir. 2 çıxır. Düzgün cavabımız olur Y variantı. 1-4 you must. 5-də də ought to ilə işlənir deyə düzgün deyil. Düzgün cavabımız olur Y variantı. 39. Tom isn't attentive enough. Tom kifayət qədər diqqətli deyil. He be more careful while driving. O gərək diqqətli deyilsə, gərək daha da diqqətli olsun maşın sürərkən. Nöqtələrdən sonra to yoxdur. Baxırıq. A variantı ought to ilə işlənir. A gedir. Mustn't olmaz. Dedik ki, gərək o diqqətli olsun. Təsdiq olmalıdır. B də gedir. C də inkardır. C də gedir. Düzgün cavabımız olur D variantı. He must be more careful while driving. Y də düzgün deyil. To-nun inkarı bu formada düzəlmir. 40-a baxırıq. You strike a match if the room is full of gas. Deyirsən, spiçkanı yandırmamalısan, əgər otaq qazla doluysa. Deməli, yandırmamalısan. İnkarda olan bir modal fe'l götürməliyik. Ought özünə to tələb edir. A çıxır, to yoxdur burada. Düzgün cavab olur mustn't. Yandırmamalısan. Bu artıq, necə deyim, sən istəsən yandırarsan, istəsən yandırmasan, orada have to, has to-dan istifadə olunur. Amma must elə bildir ki, yəni yandırmamalısan, bunu etməməlisən. Artıq bunu edəndə ora partlayır və bu bir cinayətə çevrilir. Ona görə düzgün cavabımız olur mustn't. Can müsbət mənadadır, Y də, must da, should da, hər biri müsbət mənadadır. Bizə burada mənfi məna lazımdır. Sonra 41-ci testə baxırıq. It's going to rain. Yağış yağacaq, yağış yağacaq. You water the flower in the garden. Yağış yağacaqsa artıq gülləri sulamağa ehtiyac yoxdur. Onsuz da yağış yağacaq. A variantı ought-dan sonra to gəldi. A çıxır. To yoxdur burada. Should, must, can hər biri müsbət mənaları bildirdiyə çıxır. You needn't water. Sənin ehtiyacın yoxdur. Ehtiyac deyil gülləri sulamaq. 42. You work hard to pass the examination. It is so difficult. Deməli, A variantını çıxaq. To yoxdur. Have-in inkarı belə düzəlmir. C-də able özündən sonra to tələb edir. C-ni də çıxaq. Oughtn't, to, mustn't, must. Deməli, baxırıq tərcüməyə artıq burada. Sənin imtahanın çox çətindir. Ona görə də sən gərək sən yaxşı çalışmalısan imtahanı keçmək üçün. Çoxlu çalışmalısan. Düzgün cavabımız olur B variantı. İnkarlar çıxır. Artıq burada tərcüməyə baxırıq. There is a lot of food in the fridge. Dondurucuda, xaladenikdə çoxlu yemək var. Ərzaq var. You go to market. Deməli, çoxlu ərzaq varsa, sənin marketə getməyə ehtiyacın yoxdur. B variantı won't have. Have-dan sonra to işlənməlidir. Ona görə B çıxır. Digərləri qrammatik cəhətdən düzdür, amma tərcümə cəhətdən sadəcə needn't düzdür. A variantı. İnkar lazımdır bizə. Çünki deyir ki, çoxlu soyuducuda çoxlu ərzaq varsa, bizim artıq marketə getməyə ehtiyacımız qalmır. Sonra 44-cü testə baxırıq. He knew he was wrong and he to apologize for his misunderstanding. O öz səhvini bilir. O bilir ki, o səhvdir və he to apologize for his misunderstanding və bu yanlış anlaşılma üçün o üzr istəməlidir. Gərək üzr istəsin. Deməli, burada nöqtələrdən sonra to işlənir. Need-dən sonra modal fe'lində to işlənmir çıxır. Should-dan sonra to işlənmir çıxır. Y variantı hasn't bu formada işlənmir çıxır. Baxırıq səbəb deyir. Artıq tərcüməyə baxırıq. Deyir, o səhv olduğunu bilir və yanlış anlaşılma üçün üzr istəməlidir. İstəməli idi. Düzgün cavab olur D variantı. C-də çıxır səhv. Brian is very rude. Brian is very rude. Rude kobud deməkdir. To gəlib nöqtələrdən sonra baxırıq. Should özündən sonra to işlənmir. Hasn't-in düzgün inkar forması deyil. Brian kobuddur. O gərək daha mülayim olsun, daha alicənab olsun. Təsdiq istifadə etməliyik. Təsdiq modal fe'l A variantı. He ought to be more polite. Sonra 46. Don't wake him up now. Onu indi oyandırma. He have enough sleep. İndi oyandırma deməli onun biraz daha yatmağa ehtiyacı var.
A variantı çıxır, çünki tərcümə uyğun gəlmir. Biz demək təsdiqdə olan bir modal fe'l seçməliyik. To yoxdur deyə B çıxır, düzgün quruluş deyilsə çıxır. Qalır D və Y. Deyir, onu indi oyandırma, onun biraz daha yatsın gərək. Ona görə düzgün cavab olur Y variantı. Artıq burada tərcüməyə bax. 47. She can hear you well enough. O səni yaxşı eşidə bilir. Fərq qədər yaxşı eşidir. You should speak in a low voice. Demək, o səni yaxşı eşidir. Bu adam yüksək səslə danışır. Qarşısındakı deyir ki, o səni yaxşı eşidir. Speak in a low voice, daha yavaş səslə danış. You should. Deyir, sən çox qışqırmamalısan. İnkar seçməliyik burada. Bir dənə də inkar var. You needn't shout. Sənin deyir, qışqırma ehtiyacın yoxdur. Aşağı səslə danış. O səni eşidir. Düzgün cavab olur Y variantı. Sonra 48. John can do it himself. John bunu özü edir, özü edə bilir. He asks his friend for help. Demək, əgər özü də edə bilirsə, onun kiməsə bir kömək istəmək ehtiyacı yoxdur. İnkar seçməliyik. He needn't ask his friend for help. Düzgün cavab olur Y variantı. We preserve our customs and traditions. Preserve qorumaq deməkdir. Biz öz adət və ənənələrimizi qorumalıyıq. Təsdiqdə olan bir modal fe'l seçməliyik. Gəlin baxaq. Əvvəlcə nöqtədən sonra to yoxdur. O-30 çıxardırıq. Çünki o to ilə işlənir. B çıxır, C çıxır. Qalır A, D, Y variantı. Və təsdiq seçməliyik. Biz qorumalıyıq. 3 də çıxır. Düzgün cavab olur 1, 2, 4. Hər biri təsdiqdir. We have to, we must, we should. 50. We save water and electricity. Biz gərək suyu və elektriki qoruyaq. Burada da müsbət mənalı seçməliyik. Təsdiq olan modal fe'l seçməliyik. 4-cü ümumiyyətcə düzgün quruluş deyil. 4 olanlar çıxır. O sözündən sonra to tələb edir. To yoxdur deyə A da çıxır. Qalır 2, 3, 5 ya da 2, 5. Aha. 2, 3, 5 hər biri olur. We must save water and electricity. We should save water and electricity. We have to save. Düzgün cavab olur D variantı. 51. Don't shout. Qışqırma. You keep silent. Qışqırma deyirsə, bir tərəf inkardadırsa, digər tərəf ona qarşı verilir və təsdiq olmalıdır. You ought to keep silent. You should keep silent. Düzgün cavab olur 1 və 3. D variantı. 52. Don't waste your time. Waste your time vaxtını boşa xərcləməkdir. Don't waste your time vaxtını boşa xərcləmə. You spend it on useful things. Sən gərək onu faydalı şeylər üçün xərcləyəsən. Təsdiq istəyir bizdən. Ought to, should, 1, 3, C variantı. Artıq tərcüməyə baxırıq bu testlərdə. You are driving too fast. Sən çox tez cəld sürürsən. You reduce the speed. Əgər o çox tez cəld sürürsə, reduce azaltmaqdır. Speed isə sürət. Sən deyir sürəti gərək azaldasan. A variantı düzdür. A variantı xeyr. Ought to, yəni birinci modal fe'l düzdür. Biz burada təsdiq yazmalıyıq. Gərək should və must. 1, 2, 5. Düzgün cavab olur D variantı. Needn't və don't have to tərcümə ilə uyğun gəlmir. Sonra 54. It's not allowed to park in this narrow street. Bu dar küçədə park etməyə, maşın saxlamağa icazə vermirlər. You find another place to park. Deməli, vermirlərsə, sən gərək başqa bir yer tapasan park üçün. Təsdiq yazmalıyıq. 1, 3, 5. Ought to, have to, must. Düzgün cavabımız olur D variantı. İnkarlar çıxır. 55. The main advantage of credit cards is that you carry cash on. Deyir ki, kredit kartlarının ən əsas avantajı budur ki, cash on, carry cash on, nağd pul daşımaq deməkdir. Kredit kartının avantajıdır ki, siz nağd pul daşımırsınız, daşımamalısınız, daşımaq məcburiyyətində deyilsiniz. Burada biz inkar seçməliyik. Təsdiq olan 4 çıxsın.
Baxırıq 1, 2, 3-ə. Üçündə quruluşu uyğun deyil. Have to-nun inkarı formada düzəlmir. İkinci formada düzəlir have to-nun inkarı. Düzgün cavab olur B variantı. 1, 2. 56. You applied for the job because you have an advantage of speaking fluent Spanish. Deyirsən bu iş əldə edə bilərsən, çünki sənin İspan dilində səlis danışmaq avantajın var. Avantaj varsa, deməli bizə nə olur? Təsdiq olur. 1, 3. A variantı. Baxaq 57-ci testimizə. A citizen guard his national property. Property əmlak deməkdir. Guard his national property öz əmlakını qorumaq. Citizen isə vətəndaş deməkdir. Yaşayır, ölkə şəhərdə yaşayan şəxs. Deməli qorumalıdır. Təsdiqdə olan modal fe'l seçməliyik. A, D, Y inkardır, həm də Y-nin quruluşu düz deyil. Ought sözündən sonra to tələb edir. C-də çıxır. Düzgün cavabımız olur B variantı. 58. A traveler guard his personal things. Səyahətçi öz şəxsi əşyalarını qorumalıdır. Yenə A çıxır, ought to-suz gəlib. B inkar D çıxır, Y də inkar D çıxır. C-nin də inkar quruluşu düz deyil çıxır. Düzgün cavabımız olur D variantı. Has to. 59. The restaurant was so crowded that we choose another one. Restoran basa-basıdır. Buna görə də biz başqa birini seçməli olduq. İnkarlar çıxır. Tərcümə edəndə avtomatik olaraq bizim necə deyim, tərcüməmiz Azərbaycana tərcüməmiz bizə gətirib düzgün modal fe'li verir. Bizə qalır sadəcə onu ingiliscə tərcümə edib yazmaq. Cümlə özünü gətirir, modal fe'lə çıxardır olsun. Əgər basa-basıdırsa, deməli biz başqa birini seçməliyik. İnkarlar çıxır. D variantda çıxır. Had to-suz işlənib. Düzgün cavabımız qalır could. We could to choose another one. C variantı. 60. The food in the cafe was so disgusting that we to leave it immediately. Kafedəki ərzaq qida çox ikrah edici idi. Buna görə də biz kafeni dərhal tərk etməli olduq. Burada da təsdiq verməliyik. A, B, C çıxır. D-də çıxır. Burada to gəlibdir, ona baxırdım. Olur Y variantı. We had to leave. Baxaq sonra 61-ə. You will hardly see the singer from here. Sən deyir hardly çətinliklə deməkdir. Sən buradan müğənni çətinliklə görəcəksən. You sit in the front row. Sən deyir üzbəüz olan sırada oturmalısan. Çətin görəcəksənsə, deməli üzbəüz olan sırada oturmalısan. Bizə lazımdır təsdiqdə olan modal fe'l. 1 çıxır, bir də 4 çıxır. Gəlin 1-i 4-ü çıxaq. Düzgün cavabımız qalır 2, 3. Can, ought to, should. 62. Why go to the police station? Baxaq. Nöqtədən sonra to gəlməyib. 2 çıxır. Ought to ilə istifadə olunur. 2 çıxdı. Sonra baxırıq. Bir düzgündür, bir qalır. Bir düzdür. Does she have to? 2 də düzdür. Has she to düzgün deyil. 5-də çıxır. Düzgün cavabımız qalır 1, 3, 4 Y variantı. Must özü öz sualını düzəldir. Has to have-nun sualına does düzəldir. Has to olur have to. Should öz sualını düzəldir. Belə. Sonra 63-cü testə baxaq. I speak to the manager. Should I speak to the manager? Bir düzdür. Can I speak to the manager? 3-də düzdür. Must I speak to the manager? 5-də düzgün cavabımız olur 1, 3, 5 Y variantı. Ought to ilə işlənir, istifadə olunmur. Haven't da inkarı bir formada düzəlmir. I want to know the truth. Mən doğrunu öyrənmək istəyirəm. You lie to me. Sən mənə yalan danışmamalısan. Gərək yalan danışmayasan. Bütün cavablar mənfidir. Artıq biz buradan qrammatik cəhətdən düzgün olanı seçəcəyik. Məsələn, haven't to inkar bu formada düzəlmir. 1 çıxır, 1 olan variantlar çıxır. Aren't able burada to istifadə olunmalıdır. Olunmayıb 2-də çıxır. Düzgün cavabımız olur D variantı 3, 4. Baxaq 65-ci testdə. I know I raise a panic but I stop it.
Mən bilirəm ki, mən panikamı qaldırmamalıyam, panik olmamalıyam, amma bunu edə bilmirəm. Hər iki tərəf inkarda olacaq. Baxaq, A variantı çıxır, inkar deyil, ikisi də B də çıxır, C də çıxır, qalır D və Y variantımız. Ought to ilə istifadə olunmalıdır. Burada to istifadə olunmayıbdır. D çıxır, qalır Y. I shouldn't raise a panic, but I can't stop it. Mən bilirəm ki, mən gərək ki, öz panikamı qaldırmayım, panik olmayım, amma bunu edə bilmirəm. Y variantı. 66. You relax sometimes, you take a break. Sən gərək istirahət edəsən, sən biraz fasilə götürəsən. Baxaq, A variantında ought-dan sonra to tələb edir. Burada isə take-dən əvvəl to gəlməyib deyə A çıxır. B variantını saxlayaq. C variantında haven't to istifadə forması düzgün deyil çıxır. D variantında will be able to yazılmalıdır. B yazılmayıb. D də çıxır. Y variantında isə haven't to inkar belə düzəlmir. E də çıxır. Düzgün cavab olur B variantı. Sonra 67. You cross the street when the traffic light is red. Svetofor qırmızı işıqda biz yolu keçməli deyilik. Ona görə də inkar yazmalıyıq. Baxırıq. Nöqtədən sonra to gəlməyib. A variantı çıxır çünki təsdiqdir. Biz inkar axtarmalıyıq. U ilə does olmaz. B çıxır. Sonra C variantında to yoxdur çıxır. Düzgün cavab D variantıdır. You mustn't. Y variantı isə have to-nun inkarı bu formada düzəlmir. 68. You leave your friend in danger. Sən dostunu in danger təhlükə demək, təhlükədə. Sən təhlükədə qoymamalısan, tərk etməməlisən. İnkar yazmalıyıq. Ought to ilə işlənir, A çıxır. Düzgün cavab olur B variantı. You shouldn't leave your friend in danger. Təsdiqlər çıxır. İnkarda aren't able to ilə işlənməlidir. 69-a baxırıq. The patients who get treatment at this hospital pay for medical cure, do they? Deməli, do they gəlirsə bu tək question'dır. Burada təsdiqdirsə əvvəldə inkar olmalıdır. Baxırıq, do ilə düzəlibsə əgər burada tək question sualı hissəsi, biz burada ancaq baxırıq ki, hansı modal feilin sualı inkarı köməkçi feil ilə düzəlir. Ancaq hansının have to, has to, had to. Must özü ilə düzəlməli idi. Məsələn, burada must olsaydı, mustn't olsaydı, burada must deyə olardı. Needn't olsaydı, need deyə olardı. Oughtn't olsaydı, ought deyə olardı. Shouldn't olsaydı, should deyə olardı. Burada don't have to istifadə olunub deyə, burada don't have to pay for medical cure, orada do deyə olur. 70. As fruit is a source of vitamins and energy, children use it a lot. Meyvə vitamin və enerji mənbəyidir deyə uşaqlar onu gərək çoxlu yesinlər. Təsdiq seçməliyik. İnkarlar çıxır, 2 çıxır, 4 çıxır. Düzgün cavab qalır 1, 3. 1, 3. İnkar 5 inkarda 5 də çıxır. Sonra 71. You go alone, it isn't safe. It isn't safe nə deməkdir? Ora təhlükəlidir, qorunaqlı deyil. Deməli, sən evə tək getməməlisən. Sən hara gedirlərsə, tək getməməlisən. Birinci tərəf olur inkar. May təsdiqli çıxır, must təsdiqli çıxır, have to təsdiqli çıxır. Can't, shouldn't olur. Baxaq ikiyə. We to keep together in a group. Biz gərək bir yerdə qalaq qrupla. We have to keep together in a group. Düzgün variant olur, Y variantı. 72. I spent too much money today as I have only got a little left. Mən bugün çoxlu pul xərcləyəcəm, yoxsa xərcləməyəcəm. Baxırıq digər tərəfə. As I have only got a little left. Mənim çox az pulum qalıb. Az pul qalıbsa, deməli bugün çox pul xərcləyə bilməyəcək. İnkar yazmalıyıq. A çıxır, təsdiqli, D çıxır, təsdiqli, Y də təsdiqli. Needed-dan sonra to gəlməz, o modal feil olmur. Düzgün cavab olur C variantı. 73. You put the ice cream into the fridge or it will melt. Deyirsən gərək dondurmanı buzluğa, məruzəyə qoyasan, yoxsa ya da o əriyəcək. Qoymalısan ki, o əriməsin. Deməli, biz təsdiq seçməliyik. İnkarlar
çıxsın. Qalır bir dənə you should A variantı. Sonra 74. You apologize. It isn't your fault. Sən deyir, gəlin baxaq. It isn't your fault deyir, bu sənin səhvin deyil. Ought to ilə istifadə olunur. A çıxır, B də çıxır. Y variant səhvdə haven't olmaz. Y çıxır. Will be able to olur. Düzgün cavab C. Sən üzr istəməməlisən, bu sənin səhvin deyil. 75. You spend your time on useless things. Sən useless things faydasız şeyləri. Deyirsən gərək boş vaxt öz vaxtını faydasız şeylərə keçirməyəsən. İnkar yazmalıyıq. Düzgün quruluş deyil A çıxır. Don't have to tələb edir B çıxır. Ought to tələb edir C çıxır. Will be able to olur. Y də çıxır. Düzgün cavabımız olur D variantı. Sonra 76. You be lazy if you want to be a well-educated man. Əgər sən yaxşı oxumuş bir insan olmaq istəyirsənsə, sən tənbəl olmamalısan. İnkar seçməliyik. Haven't to düzgün quruluş deyil A çıxır. Don't have to tələb edir B çıxır. O həm təsdiqli, həm də özündən sonra to olmalıdır. To yoxdur. C-də çıxır. Will be able to ilə işlənir. Y-də çıxır. Düzgün cavabımız olur D variantı. 77. We put much salt into our meals. Biz öz yeməyimizə qoya da bilərik, qoymaya da. Artıq burada tərcüməyə də baxırıq. Şeyə də baxırıq. Qrammatik də baxırıq. A-nı saxlayaq, B-ni də saxlayaq. Into our meals. Y variantı çıxır. Özündən sonra to tələb edir. Bu ümumi qaydadır. Yəni biz gərək öz yeməklərimizə çox duz qoymamalıyıq. Ona görə B olacaq. A-la D niyə olmur? A-la D bir-birinə çox yaxın mənalıdır deyə burada da ümumi bir cümlə verilib. Özündən əvvəl bunu bildirəcək, onun necəliyini, kimin söhbət getdiyini bildirən heç bir şey gəlməyib deyə. Yəni bu ümumi bir qayda kimi ki, yəni duzdan çox istifadə etmək biz gərək qoymamalıyıq. Yeməklərimizə çox duz. Belə bir cümlədir bu. 78. It's very cold. Soyuqdur. You put a sweater on. Soyuqdursa deməli sviteri geyinməliyik. Təsdiq cümlə tələb edir. Deməli 2 olur, bir də 4 olur. Düzgün cavabımız olur A variantı. 79. You to write to your parents very often. Sən valideynlərinə tez-tez yazmalısan. Yenə təsdiqdir 1 və 3. No. 1-3 deyil. Xeyr, 1-3 deyil. Niyə? Baxın, burada nöqtədən sonra to istifadə olunub. Shoulddan sonra to gəlməz. 1 çıxır. Won't able, bu da tərcümə uyğun gəlmir. 2 də çıxır, 3-4 qalır. Düzgün cavab 3-4. 80. They win the race. Onlar yarışı yəni qazanmalıdırlar. Gərək qazansınlar. Artıq qrammatika baxırıq. Nöqtədən sonra to yoxdur deyə ought to ilə istifadə olunur. 1 çıxdı. Sonra are able to düzdür. 2 düzdür can win the race. 3 düzdür are able to win the race. 4 səhvdir will be yazılmalıdır burada. Deməli düzgün cavab olur 2-3 variantı. Sonra 81. I'm afraid he return in time. Mən qorxuram ki o qorxuram deməli vaxtında dönməyə bilər. Ondan qorxuram. İnkar seçməliyik. 1 düzdür. Ought to ilə işlənir. 2 səhvdir. Will be able to olmalıdır. 3 də səhvdir. 4 düzdür. Cavab olur 1, 4 A variantı. 82. Your friend tell you what to do. A-nı saxlayaq. B will be able to olmalıdır çıxır. C-nin quruluşu düzgün deyil çıxır. D-nin də will have to olmalıdır. Ought to olmalıdır. Y-də düzgün cavabımız olur A variantı. 83. He should go to the dentist because he has a toothache. Deməli, diş ağrımız varsa gərək biz diş həkiminə gedək. Müsbət seçməliyik. C çıxır, Y çıxır. To gəlib. Must to ilə işlənmir çıxır. Can to ilə işlənmir çıxır. Düzgün cavabımız olur D variantı. 84. It was a very difficult text. Bu çox çətin tekstdir. I to look up a lot of words in
the dictionary. Çətindir deyə demək bilmədiyimiz söz çoxdur və biz lüğətdə çoxlu söz axtarmalıyıq. Nöqtələrdən sonra to gəlir. Must to ilə işlənməz C çıxır. Hadn't-ın inkarı belə olmaz B çıxır. May to ilə işlənmir çıxır. Artıq burada didn't have, bir də have, had var. Tərcüməyə baxırıq. Çətin olduğuna görə biz çoxlu söz axtarmalıyıq. Ona görə düzgün cavabımız olur Y variantı. I had to look up. 85. It's not serious. Bu ciddi deyil. Bu ciddi bir şey deyil. Worry narahat olmaqdır. Yəni narahatçılığa ehtiyac yoxdur. You daha sonra inkar olan modal fiil gəlməlidir. A çıxır, D çıxır. Haven't to-nun inkarı belə olmur. Y çıxır. Should'dan sonra to gəlmir. B çıxır. Qalır D variantı, C variantı. Yəni ehtiyacın yoxdur. Ehtiyac deyil narahat olmağa. 86. The children play quiet games because their father was sleeping. Uşaqlar sakit oyunlar oynayırdılar çünki onların atası yatırdı. Deməli, təsdiq verməyi. Ata yatdığına görə sakit oyunlar gərək oynasınlar, oynamalıdırlar. A çıxır, B çıxır, D çıxır. Were able to ilə işlənir, C çıxır. Düzgün cavabımız olur Y variantı. 87. The baskets were so heavy. Basketlər, nə deyirlər ona? Yəni qutular, qablar çox dolu idi, ağır idi. That ağır olduğuna görə onu tək daşıya bilmirəm. Düzgün cavabımız olur B variantı. A variantı tərcüməyə uyğun gəlmir, D də tərcüməyə uyğun gəlmir. Had to istəyir, able to istəyir. Sonra 88. The room was so noisy. Otaq çox səs-küylü idi. That he work any longer. Any varsa onsuz da təsdiq, inkar tələb edir. Həm də tərcüməyə uyğun olaraq bir otaq səs-küylü, o çox işləyə bilmədi. Təsdiqlər çıxsın, qalır inkarlar. Hadn't-ın da inkarı belə deyil. Düzgün cavabımız olur C variantı. 89. The girl cleaned the room until mother returns. Baxaq, A variantı çıxır, has to-nun inkarı belə olmur. B çıxır, will be able to olmalıdır. C qalsın, D çıxır, will be able to olmalıdır. To-nu yeyilib. Y-də də won't able to olmalı. Düzgün cavabımız olur C variantı. 90. The exercise was so easy that he do it easily without any problem. Deyir, çalışma çox asan idi. O, hər hansı bir problem olmadan onu həll edə bildi. Deməli, was able to tələb edir, A çıxır. Could qalsın. Couldn't olmaz, çünki inkarda axı. Tərcüməyə uyğun gəlmir. O problemsiz həll edə bildi. Təsdiq olmalıdır. Təsdiq olmalıdır. Düzgün cavabımız olur B variantı. He could do it easily without any problem. 91. You visit your parents very often. They need your care. Sən valideynlərini tez-tez ziyarət etməlisən. Onların sənin qayğına ehtiyacı var. Təsdiq olmalıdır. A çıxır tuzsuz deyə. B təsdiq olmalıdır çıxır. Düzgün cavabımız C-dir. Deyirsən gərək valideynlərini tez-tez ziyarət edəsən. D ilə Y-də inkarda çıxır. 92. You read these detective stories. They are interesting. Sən bu dedektiv kitabları oxumalısan, hekayələri oxumalısan. Onlar maraqlıdır. Maraqlı olduğuna görə səndən oxumalısan deyir, təsdiq istəyir. A qalsın, B inkarda çıxır, C inkarda çıxır, Y çıxır. D də düzgün deyil, to tələb edir. Düzgün cavabımız olur A variantı. 93. When I read easy texts, I use a dictionary. Mən asan mətnlər oxuyanda, əgər asan da oxuyuramsa, artıq lüğətdə istifadə etmirəm. İnkar yazırıq, A çıxır, I don't have to. Düzgün cavab elə B variantıdır. Amma yenə baxaq digər variantlara da. Buradan B-ni işarələyək. İnkar lazımdır bizə. Baxmırıq deyir. Təsdiqdir, təsdiqdir. Bu da yanlış inkardır. 94. When we have got a toothache, we go to the dentist. Eyni testin cümlələrini dəyişib yazıblar yenə. Biz diş ağrımız olanda gərək həkimə gedək. Təsdiq yazmalıyıq. A çıxır, Y çıxır, C çıxır. Have də to tələb edir deyir. B də çıxır. Düzgün cavab D variantı. I do the housework alone. I don't need anybody's help. Mən deyir ev işləri tək görürəm. Mənim heç kimə ehtiyacım yoxdur, heç kimin köməyinə.
təsdiq yazmalıyıq. A çıxır, should to ilə işləmir, B çıxır. D yanlış quruluşda çıxır, O-da to ilə işləyir çıxır. Düzgün cavabımız olur C variantı. 96. Nick joined the party but I can't. Nick qoşula bildi partiyaya, qoşula bilir, amma mən bilmirəm. But gəlibsə, bir tərəf inkar, bir tərəf təsdiqlədir. Bura inkardısa, bura təsdiqlədir. A variantı o. Nick can. Can't olmaz, tərcümə uyğun gəlmir. Hasn't-in quruluş düzgün deyil. Bu da tərcümə uyğun gəlmir. Bu da baxın, bir tərəfdə burada can verilib deyə, digər tərəfdə burada can-lə verilməlidir. Ona görə A variantı olur. 97. They solved the problem but we can. Onlar deyir problemi həll edə bilmədilər, amma biz etdik. Bura can verilib deyə, biz də burada can't veririk. C variantı. Aha, sonra keçirik 97-ci, 98-ə. I don't have any medicine at home. Mənim evdə hər hansı bir dərmanım yoxdur. So, gərək I go to the chemist. Mən gərək aptekə gedim. Təsdiq yazmalıyıq. A çıxdı, D çıxdı, Y çıxdı, C-də çıxır, will be able to olmalı. Düzgün cavab olur B variantı. 99. I have broken my tooth. So, mən dişimi sındırmışam. Mən gərək indi diş həkiminə gedim. Təsdiq yazmalıyıq. A çıxır, D çıxır. Have özündən sonra to tələb edir. I'm able to tələb edir. Y variantı düzgündür. I must go. 100. You to stay in bed for a few days, mother said. Deməli, nöqtədən sonra to gəlib. Yazmalıyıq. Ought to, have to. Should, must, to ilə işlənməz. Düzgün cavab olur D variantı 1. 101. We wash vegetables carefully before eating. Biz gərək tərəvəzləri yeməmişdən əvvəl yaxşıca yuyaq. Təsdiq istəyir. A çıxdı, D çıxdı, Y çıxdı. O to ilə işlənirsə də çıxdı. Düzgün cavab olur B variantı. 102. Each of us, hər birimiz, do something to stop polluting the environment. Hər birimiz ətraf mühitin çirklənməsinin dayandırmaq üçün bir şey etməliyik. Təsdiqdə yazmalıyıq. O to ilə işlənir, çıxır. B inkarda çıxır, D də inkarda çıxır, Y də inkarda çıxır. Düzgün cavab olur C variantı. Biz gərək ətraf aləmin çirklənməsini dayandırmaq üçün nəsə edək. 103. Each of you do something to solve environmental problems. Sizin hər biriniz ətraf mühit problemləri üçün problemlərini həll etmək üçün nəsə etməlisiniz. Təsdiq istəyir. İnkarlar çıxsın. Shoulddan sonra should düzdür. Ought to tələb edir deyə D də çıxır. Davam edək 104-lə. If you are treated at the private hospitals, you pay for all the services there. Deyirsən, əgər şəxsi özəl xəstəxanada müalicə alsan, sən onu bütün servislərinin, bütün hər bir şeyin pulunu ödəməlisən. Təsdiq yazmalıyıq, ödəməlisən. 1, 2, düzgün cavab 1, 2-dir. 3 çıxır, 5 çıxır, 4 çıxır. A variantı düzdür. Sən gərək ödəyəsən, ödəməlisən. 105. If you open an account with a bank, sən əgər bankda hesab açsan, you get acquainted with its rules. Sən gərək onun qaydalarıyla tanış olasan. Yəni, təsdiq gərək olasan, olmalısan. 1, 2, digərləri 3, 4, 5 inkar. Düzgün cavab olur 1, 2, Y variantı. I do my homework, so I asked for help. I asked for help. Nəticədə mən kömək istəmişəm. Deməli, ev tapşırığımı tək edə bilməmişəm. İnkar tələb edir. Ought təsdiqli çıxır. D was able to təsdiqli çıxır. Will able to təsdiqli çıxır. Had to-nun da inkarı C kimi düzəlmir deyə düzgün cavab olur A variantı. Couldn't. 107. The water is too cold. Su çox soyuqdur. The child stay in the pool so much. Su soyuqdur deyə, deməli uşaq gəlməz hovuzda çox qala bilməz, qalmamalıdır. A təsdiqli, D təsdiqli çıxır, C təsdiqli çıxır. Y variantı da inkar bu formada düzəlmir. Shouldn't, gərək qalmasın. Düzgün variant olur B variantı. 108. Tom hurt his arm. Tom qolunu incitdi and he play handball with his friends. Qolunu incitdiyinə görə o dostları ilə handball oynaya bilmir.
deməli bizə inkar lazımdır. Təsdiqlər çıxaq. S düzgün inkar deyil, Y də özünə to tələb edir. A variantı düzdür. 109. Ben hurt his arm, so he work alright. Qolunu incidib deyə nə yaza bilir, nə işləyə bilir. Təsdiqləri çıxırıq. S çıxdı, Y çıxdı, inkar axtarır. B-nin hərdən inkarı belə düzəlmir. Was able da özünə to tələb edir. Düzgün cavab olur A variantı. 110. Tom believed he to pass the exam successfully. Baxaq. Nöqtədən sonra to gəlir. Burada isə gəlmir. Əvvəlcə ikinci hissəyə baxaq. Hasn't inkar belə düzəlmir. A çıxır. Should özündən sonra to tələb etmir. B çıxır. C-ni saxlayaq. Will be able to olmalıdır. D çıxır. Shouldn't-dan sonra to gəlməz. Y çıxır. Düzgün cavabımız qalır C variantı. Belə cümlələrdə tərcümədən çox, tərcümə vaxtı çox aparır. Bu formada edin. Əgər alınmasa, tərcümə edərsin. Amma əksər hallarda bu formada alınır. Sonra you expect anybody to help you. You do it yourself. Anybody kimisə gözləmə deyir. İnkardadır. Anybody gəlibsə inkardır. Birinci tərəf inkar olmalıdır. A çıxır təsdiqdir. Y çıxır təsdiqdir. C variantı don't have özündən sonra to tələb edir. C çıxır, D də çıxır, didn't özündən sonra to tələb edir. Düzgün cavab olur B variantı. 112. You wear glasses if you have poor eyesight. Poor eyesight zəif görmək deməkdir. Əgər deyirsən zəif görsənsə, sən eynək taxmalısan. Təsdiq yazmalıyıq. 1 3 çıxır, 2 4 düzgün qalır B variantı. 113. George paid for the damage but I didn't. Bu isə didn't olub deyə biz bura inkar didlər düzələn bir köməkçi, bir modal fe'l yazmalıyıq. O da had to. Can, ought to, could, must hər birinin inkarı özü ilə düzəlir. 114. When you cross the street, you look at the traffic light. Sən yol keçəndə svetofora baxmalısan, məcbursan. Təsdiq yazırıq. İnkarlar çıxır, ought to, to ilə işlənir deyə. Bu da çıxır. Düzgün cavabımız olur A variantı. You are ill, Tom. Sən xəstəsən, Tom. You see the doctor. Sən həkimə görünməlisən. Xəstə olduğuna görə görünməlisən olur. Təsdiqdə yazmalıyıq. İnkarlar çıxsın. Ought to ilə işlənir deyəsə də çıxsın. Düzgün cavab D variantı. If you are ill, əgər sən xəstəsənsə, you go to the doctor. Sən gərək həkimə gedəsən. Təsdiq yazmalıyıq. 1 düzdür, 2 səhvdir, uyğun deyil. 3 ought to ilə işlənir, uyğun deyil. 4 düzdür, 5 də düzdür. 1, 4, 5 düzgün cavab olur C variantı. 117. We walk faster to get to the station in time. Biz vaxtında stansiyaya çatmaq üçün daha cəld yeriməliyik. Təsdiq yazırıq. We have to. 1 düzdür. O 3 çıxır, 4 çıxır, 2 də düzdür. 3 çıxır çünki inkar lazım deyil, həm də inkar düzgün deyil. 4 də çıxır, özündən sonra to gəlmir. Düzgün cavab olur A variantı. You smoke inside. Sən içəridə çəkməməlisən siqareti. The baby is sleeping here. Uşaq yatır deyə içəri çəkməməlisən. İnkar yazmalıyıq. Shouldn't 1 düzdür. Will be able bu inkar deyil, təsdiqli düzdür. Bir də 3 düzdür, 4 də təsdiqli. 1 3 A variantı. 119. Don't be so rude. Belə kobud olma. You be polite to others. Sən başqalarına qarşı mülayim, alicənab olmalısan. İnkarlar çıxır, təsdiq lazımdır. O to ilə işlənir, have to ilə işlənir, qalır B variantı. 120. Ted, you wash your hands before every meal. Ted, sən hər yemək yeməmişdən qabaq əllərini yumalısan. Təsdiq lazımdır. İnkarları çıxaq. O da to ilə işlənirsə də çıxsın, qalsın A variantı. You must wash your hands. 121. You pay, it is free. It is free deməkdir ki, bu pulsuzdur. Pulsuzsa demək üçün ödəməməlisən. İnkar yazmalıyıq. Təsdiqləri çıxaq. Bu da düzgün inkar quruluşu deyil. Düzgün cavab olur Y variantı. Sonra 122. If he chooses the right book, he make a good report. O əgər düzgün kitabı seçirsə, o düzgün report edəcək. Etməlidir. Təsdiq yazmalıyıq. Report hazırlanmalıdır. Təsdiq yazmalıyıq. İnkarları çıxaq. 4 ilə 5 çıxsın.
Ya 1-2-dir, ya 2-3-dür. 3 səhvdir, will be able to olmalıdır. 3 də çıxır. Düzgün cavabımız olur A variantı. 123. With my new job, I keep a lot of things in my mind. But a few months ago, but varsa bir tərəf təsdiq, bir tərəf inkarda olur. Deyir ki, mən yeni işim ilə birlikdə çoxlu şeyləri yadımda saxlaya bilirəm. Amma bir neçə ay əvvəl bunu edə bilmirdim. Baxaq, hər iki tərəf təsdiq olmamalıdır. Bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. İkisi təsdiqlər çıxır, bir çıxsın. Aha, baxaq. With my new job, I must keep a lot of things in my mind, but a few months ago didn't have to. 2 düzdür, 3 də düzdür. 4 səhvdini 2 ilə üçün eynidir mənası. 4-də to olmalıdır, otdan sonra 4 ona görə səhvdir. Düzgün cavabı 2, 3. 5 də burada cavablarda yox. Sonra 124. Most monkeys don't like water. Çox meymunlar suyu xoşlamırlar. But they swim well when they. Deyir ki, amma onlar üzməli olanda yaxşı üzürlər. Hər iki tərəfdə olur, təsdiqdir. Çünki xoşlamırlar, amma deyirsə, deməli onun əksidir. İki tərəfdə təsdiqdə olur. A variantı çıxır, 1 çıxır, must çıxır, can't have to çıxır, 1 ilə 2 çıxır. But they can swim well when they have to. Amma etməli olanda edə bilirlər. 3 düzdür. They are able to swim edə bilirlər. Well when they have to. 4-də düzdür, 3 4. 5 səhvdir. 5 inkardır deyə səhvdir. Düzgün cavab olur C variantı. The planters gather any cotton at all as heavy rains had already started. Artıq yığmışdılar. Ya yığa bilmədilər. Çünki heavy rain, ağır yağışlar başladı. Çox yağış oldu deyə yığa bilmədilər. Həm də any deyirsə inkar deyir. Baxaq. A variantının inkar forması düzgün deyil. Digərləri hamısı təsdiqdədir. Qalır B variantı. Yığa bilmədilər. 126. You buy anything as we have everything for dinner. As we have everything for dinner bizim yemək üçün, günorta üçün hər şeyimiz var. Deməli ehtiyac yoxdur almağa. Həm də anything var, inkar bildirir. A-nın inkarı düz deyil. B, Y, S təsdiqdədir. Qalır B variantı. Needn't. Sonra 127. We wait any longer as we leave immediately to help our friends. Biz deyə daha çox gözləyə bilməliyik. Çünki biz dostlarımıza kömək üçün dərhal tərk etməliyik. Birinci tərəf inkar, həm də any longer varsa inkar bildirir. Birinci tərəf inkar, ikinci tərəf təsdiq olacaq. A-da ikisi də təsdiq, inkar da gedir. Birinci tərəf inkar, ikinci tərəf təsdiq, B variantı düzdür. Baxın, we can't wait any longer. Biz çoxlu gözləyə bilmirik. As we must leave immediately to help our friends. Dostlarımıza kömək üçün buradan çıxmalıyıq. C tərcümə uyğun gəlmir. D-də heç bir tərcümə uyğun gəlmir. 128. Alec practice this sound specially. Alec bu səsi xüsusi olaraq practice edir. But the other pupils as they all pronounce it properly. Hər biri təsdiqlidir, digər tərəfə baxaq. But deyirsə inkar bildirir. Digər uşaqlar onu tələffüz etmirlər. A variantı çıxır. C-də çıxır. Y-də çıxır, haven't düzgün deyil. A-C çıxdı, tərcümə uyğun gəlmir. B-də tərcümə uyğun gəlmir. B düzdür. Deməli deyir, Alex should practice this sound specially, but the other pupils needn't. Ehtiyacı yoxdur. Digər uşaqlar onun səsi yaxşı tələffüz edə bilir deyə ehtiyacları yoxdur. 29-cu testlə davam edək. 129. Tom, don't forget to phone Kate. Kate'i zəng etməyi unutma. I have already phoned. Mən artıq zəng etmişəm. Deməli, artıq zəng etməyə ehtiyac yoxdur. Düzgün cavabımız olur I needn't.
130. Children have the best opportunities to develop their abilities. Aha. Deməli, baxaq. A variantında o tutu ilə işlənir. A çıxır. C variantında children has to ilə işlənməz çıxır. Yəqin ki, burada eyni bu nöqtələrin yerinə hansı iki modal feili qoya bilərik, onu deyir. Uşaqlar öz best opportunities, uşaqların öz qabiliyyətlərini inkişaf etdirmək üçün ən yaxşı şansları olsun gərək. D variantı. Düzgün cavab burada D variantı. 131. The girls to go home by taxi because they to carry their luggage themselves. Qızlar evə taksi ilə getməlidirlər. Veşlər ağır olduğuna görə carry their luggage. Taksi ilə getməlidirlər. Baxaq, nöqtədən sonra to gəlib. Və zaman uzlaşması olmalıdır. Will have to, won't be able to olmalıdır. A variantı səhvdir. Sonra B variantını saxlayaq. C variantında ikincidə can yazılıb. Can to ilə işlənməz. C-də çıxır. D variantında will able yazılıb. B silinib. Will be able to olmalıdır. D-də çıxır. Qalır B və Y variantı. İndi tərcüməyə baxırıq. The girls had to go home by taxi because they to carry their luggage themselves. Onlar daşıya bilmədiklərinə görə taksi ilə getdilər. They weren't able to carry their luggage themselves. Düzgün cavab olur B variantı. 132. Why to meet him at the airport? A variantına baxırıq. Əvvəl birinci hissələrə baxaq. Suallar hansı düzgündür, hansı yox. O to you ola bilər. Did you have you? C variantı çıxır. Çünki have to-nun sualı özü ilə düzəlmir. Digərləri hələ ki qalır. Sonra A variantı çıxır. İkincisi də hadn't to var. Bu inkarda bu formada düzəlmir. O da çıxdı. İndi baxaq. Why did you have to meet him at the airport? Nəyə görədir aeroportda onu qarşılamalısan? He is stranger here. Mən ona qaydılıq etməliyəm. Mən onu başçılıq etməliyəm ki, o harasa getsin. Strangerdir çünki. İkincidə təsdiq olmalıdır. B variantı ikincisi inkardır. B olmaz. D-də də ikinci inkardır. D-də olmaz. Düzgün cavabımız Y-dir. Why do you have to meet him at the airport? Nəyə görə onunla aeroportda görüşürsən? I have to guide him. Mən ona qaydılıq etməliyəm. Qidlik etməliyəm. He is a stranger here. O burada necə deyim? Yaddır, tanımır buranı. Sonra 133. I to go to the library. Neither did my father. Friends. Neither inkarlıq bildirir. Əgər birinci cümlə inkardırsa, neither da cavab verir. Təsdiqdirsə so ilə. Deməli, biz burada neither yazılıbsa, inkar bildiririk. İnkar yazmalıyıq. A, D, C çıxır. Wasn't able to, didn't have to. Burada cavabda baxın, did var. Ona görə də didn't-la olmalıdır. Düzgün cavab olur B. Was olsaydı, yox, were, neither were my friends. Onda I wasn't able to olardı. Burada did var deyə, burada da did-dən istifadə etməliyik. 134. I to take part in the competition, neither did Carol. Yenə inkarlı var, inkar yazmalıyıq. B, C, Y çıxır. Did burada D variantında var deyə. Did baxın, D variantında var deyə biz D variantını seçirik. 135. You to go now, do you? Tək question'dır. İkinci hissədə do varsa A variantı çıxır. B hələ ki qalsın. B də çıxır. Haven't düzgün deyil qurulur. C qalsın. Aren't able ola bilməz. Həm təsdiqdir, həm də ki burada do var. Do-ya uyğun olmalıdır. Will be able da olmaz. Düzgün cavabımız olur C. You don't have to go now, do you?
I can stay a little longer. Mən biraz da qala bilərəm. 136. Yenə tag question'dır. Tag question hissəsi do you. Deməli biz burada do-dan istifadə etməliyik. Don't-dan inkar olmalıdır. Should olsaydı should you olardı. A çıxır. Are able to olsaydı aren't you olardı. S çıxır. Ought da eyni şəkildə. Və bizə inkar lazımdır. Haven't-ın inkarı belə olmur. Don't have olur. Düzgün cavab D. I must leave at once. Düzgün cavab olur D variantı. 137. It was only my fault. Bu yalnız mənim səhvimdir. So, I paid for the damage. Buna görə də mən zədənin pulunu ödəməliyəm. Təsdiq yazmalıyıq. B, Y, S çıxır, inkardır. O da to ilə işlənənə görə çıxır. Düzgün cavab olur A variantı. 138. How many modal verbs are correct? Neçə modal feil düzgündür? You respect the old. Bir the old yaşlılardır. Sən yaşlılara gərək hörmət edəsən. 1. Old to ilə işlənir. To yoxdur, olmur. Must respect. Don't need olmaz, düzgün deyil tərcüməsi. Haven't to da olmaz. 2 modal feilimiz. You should respect the old. You must respect the old. Düzgün variantımız olur D variantı. 139. Yenə neçəsi düzgündür? You betray your friends. Don't need olmaz. Çünki no, don't need, okay. Don't need olmaz nəyə görə? Çünki əgər don't need deyiliksə biz özündən sonra to gəlməlidir və need ancaq əsas feil olarkən sualı inkarı do ilə does-ly və ya hər hansı bir köməkçi feillə düzəlir. Ya needn't betray olmalıdır ya da don't need to betray. Ona görə bu düzgün deyil. Haven't to'nun quruluşu düzgün deyil. Oughtn't to gəlməlidir, düzgün deyil. Mustn't and shouldn't. Xəyanət etməməlisən, xəyanət etməyəsən gərək. İkisi düzdür, Y variantı. 144. 140. I write my password here. Can I write my password here? Bir düzdür. Should I write to olmaz. Should to ilə işlənmir. 2 olanlar çıxır. Have to'nun sualı bu formada düzəlmir. 3-də çıxdı. 4 düzdür. 1, 4 düzgün cavabımız olur B variantı. 141 yenə. Have to'nun sualı özü ilə düzəlmir. 1 çıxır. Birlikdə D variantda çıxır. Can't to ilə işlənmir. 3-də çıxır. Düzgün cavabımız olur 2, 4 C variantı. 142-yə baxırıq. Explain the reason for your absence. Did you have to explain? Bir düzdür. Will you be able to olmalıdır. 2 səhvdir. Will you be olmalıydı. Burada 2'lər çıxsın. Could you explain? 3 düzdür. Will you be able to olmalıydı. Burada 4'də səhvdir. Ought you to olmalıydı. 5'də səhvdir. Düzgün cavabımız B variantı. 143. To take any medicine for your cough. Did you have to take? Bir düzdür. Ought you to take? 2 düzdür. Could you to take? Olmaz. 3 səhvdir. 3'lər çıxır. Will you able? Be burada olmalıydı. 4 səhvdir. Will you be able? 5 düzdür. 1, 2, 5 C variantı. 144. You deliver the registered letters. It isn't your duty. Baxırıq. You don't have to deliver the registered letters. It's not your duty. Bir düzdür. You won't have to olmalıdır. 2 səhvdir. 2 ilə olanlar çıxır. You ought to deliver the registered letter. 3 tərcüməyə uyğun deyil. You have to deliver. 4-də tərcüməyə uyğun deyil. Qalır 1, 5. You needn't deliver. Deyir bu sənin işin deyil. Sən məktubları çatdırmalı deyilsən. 145. You give up the habit of quarreling. It's bothering. Mübahisə etmək vərdişini tərk etməlisən. Yaxşı bir şey deyil deyə tərk etməlisən. Ought olur, bir də must olur. 1, 3 C variantı. 146. You suffer in silence. You share your feelings with somebody.
Suffer in silence təklikdən əziyyət çəkməkdir. Deyirsən təklikdən əziyyət çəkməməlisən, sən öz hisslərini kimləsə bölüşməlisən. Birinci tərəf inkar, ikinci tərəf təsdiq olur. A variantında ikisi inkarda çıxır. B-də you mustn't suffer in silence, you ought to share your feelings with somebody. B düzgün ola bilər, yenə digərlərinə baxaq. C-də to istifadə olunmalıdır, C çıxdı. Y-də tərcümə uyğun gəlmir, ikisi də təsdiqdir. D-də də ikisi də inkardır. Düzgün cavabımız olur B variantı. 147. You lose your hope. You make an attempt to improve the result. Deyir, sən öz ümidini itirməməlisən. You make an attempt, nəticələri yaxşılaşdırmaq üçün cəhd göstərməlisən. Birinci tərəf inkar, ikinci tərəf təsdiq axtarırıq. A-da birinci təsdiqdə çıxır, B-də ikisi də təsdiqdə çıxır, inkardır. C-də ikisi təsdiqdir, D-də ikisi təsdiqdir. Düzgün cavabımız olur Y variantı. Yenə də gəlin baxaq tərcüməli yoxlayaq. You mustn't lose your hope. Sən ümidini itirməməlisən. You should make an attempt to improve the result. Sən nəticələri inkişaf etdirmək üçün cəhd göstərəsən gərək. 148. Need I do it again? Bir düzdür. Modal feildir. Ought to ilə işlənir. To yoxdur deyə 2 çıxdı. Haven't inkar belə olmur. 3 də çıxır. Düzgün cavab 1, 4, 5. Should and can I do it again? 149. The kids get up early. They have no lessons today. Dərsləri bu gün yoxdur. Deməli, erkən qalxmağa ehtiyac yoxdur. Qalxmamalıdırlar. İnkar axtarırıq. They don't have to get up early. They shouldn't have to get up early. 1, 4. Y variantı. 150. You too hurry. You have enough time. Əgər kifayət qədər enough time, baxın, vaxtı var. Deməli, tələsməyə ehtiyac yoxdur. İnkar yazırıq. You don't have to hurry. You needn't. 5 səhvdir. 5 modal feil deyil. No. 5 düzdür. Burada correct variant deyir. Demir modal feil seçdir. Düzgün variant seç. You don't have to hurry olur. 1. Və olur. Should'dan sonra to gəlmir. 2 çıxır. 2'ləri çıxaq. 1 və 5'dir düzgün cavab. Nəyə görə? Burada to var. Needn't-dan sonra to gəlməməlidir. Need-dan sonra ancaq o halda to gələr ki, need olsun əsas feil. Burada da əsas feili seçə bilərik. Çünki bizdən modal feil seçməyimizi istəmir. Ümumi düzgün cavab istəyir. Ona görə düzgün cavabımız olur A variantı. 1-5. 151. Tim, you take a jacket with you in this changeable weather. The journey take you several hours. Deyir ki, sən weather changeable weather deyir. Yəni, dəyişkən hava. Hava dəyişkəndirsə, deməli, götürməlisən jaketini. Çünki several hours, bir neçə saatını alacaq səndən bu səyahət. Baxaq, birincidə təsdiq olmalıdır, birinci cümlə. Shouldn't inkarda çıxır, C-də çıxır inkarda, D-də çıxır inkarda. Qalır B və Y variantları. B variantına baxaq. İkincisi də oughtn't yazılıb. Oughtn't-dan sonra nə burada to var, nə burada to var. Ona görə B-də çıxır. Düzgün cavabımız olur Y variantı. 152. You cross the road now. There is so much traffic. You to wait a little. Deyir ki, sən yolu indi keçə bilərsən ya da bilmərsən. Çoxlu trafik var, çoxlu tıxac var. You to wait a little. Sən biraz gərək gözləyəsən. İkinci tərəf təsdiq olur mütləq. Deyir, biraz gözləməlisən. Baxaq. A variantımız. Birinci tərəf inkar, ikinci tərəf təsdiq olmalı. Deyir, sən indi yolu keçə bilməzsən, trafik çoxdur. Sən biraz gözləməlisən. Birinci tərəf inkar, iki təsdiq. A variantında ikisi də təsdiqli çıxır. B variantında əksinə bir təsdiqli, iki inkardır. Bu da çıxır. Bizə lazımdır C variantı. You shouldn't cross the road now. Sən gərək indi yolu keçməyəsən. There is so much traffic. You have to wait a little. Sən biraz gözləməlisən. Düzgün cavabımız olur C variantı. 153.
The boys play in the yard because it was so windy and they to stop the game. Uşaqlar deməli baxırıq hara? Burada artıq tərcümə ilə edirik. It was so windy. Hava küləklidir. Deməli əvvəlki cümləyə baxırıq. Uşaqlar bağçada oynayırlar. Oynaya bilmədilər. Çünki hava küləkli idi. Birinci tərəf olur inkarda. They to stop the game. İkinci tərəf olur təsdiqdə. Onlar dayandırmalı oldular oyunu. Çünki hava küləkli idi və çöldə oynaya bilmədilər. Birinci tərəf inkar, ikinci tərəf təsdiq. Baxırıq. Elə A variantıdır böyük ehtimal cavab. The boys couldn't play in the yard because it was so windy and they had to stop the game. A variantı. Düzgün cavabımız. B-də hadn't-ın inkarı belə olmur, B çıxır. C-də had özündən sonra to tələb edir, çıxır. D-də couldn't-dan sonra to olmaz, D-də çıxır. Yenə Y-də də couldn't-dan sonra to olmaz, Y-də çıxır. Düzgün cavabımız olur A variantı. 154. The children return as soon as possible. Bir uşaqlar mümkün olduğu qədər tez qayıtmalıdırlar. They do their homework. Onlar dərslərini etməlidirlər. Hər iki tərəf təsdiqdə olur. Baxırıq. Are able özündən sonra to tələb edir, amma burada to yoxdur. A variantı çıxır. Haven't. Harda haven't, hasn't, hadn't görürsünüzsə, o variantı avtomatik çıxır. Çünki düzgün modal feilin inkar forması deyil. B də çıxır. Sonra C-ni C-ni də çıxır. Niyə? They do their homework. To yoxdur. Burada da have-dən sonra to yoxdur. C-də çıxır. Y-də də çıxırıq. Aren't able to tələb edir. Burada da cümlədə də yoxdur. Variantda yoxdur. Düzgün cavabımız olur D variantı. 155. You'll be late for dinner tonight. We are having guests. We are having guests nədir? Bizim qonaqlarımız var. Deməli, bugün yeməyə gecikməmək lazımdır. Gecikməməlisən. You mustn't. You shouldn't. 1-3. Y variantı. 156. You drive fast. We have a lot of time. Cəld sürür. Əgər vaxtımız çoxsa, cəld sürməyə ehtiyac yoxdur. Bir needn't olmalıdır. Bir də shouldn't. Don't have to tələb edir. Yoxdur deyə olmur. Düzgün cavabımız 1-4 A variantı. I tell him the truth. I'll keep it a secret. Mən bunu sir kimi saxlayacağam. Baxaq variantlara. I will be able olmalıdır. A çıxır. I am able to olmalıdır. Will be able to olmalıdır. Bu da düzgün haven't. Düzgün quruluş deyil. Can't. I can't tell him the truth. I'll keep it a secret. Mən düzünü ona deyə bilməyəcəm. Mən bunu sir kimi saxlayacağam. I wait any longer. I must make a decision. Any longer özündən qabaq mütləq şəkildə any longer olan cümlədə inkarlıq tələb edir. Deməli, təsdiqlərin üstündən bir xətt çəkirik. Haven't da düzgün inkar deyil. Ondan xətt çəkirik. I am not able to tələb edir. Bunu da çəkirik. Düzgün cavabımız olur C variantı. 159. We find nobody in the house. Nobody inkarlıq bildirir. İnkarlardan bütün notların üzərinə xətt çəkirik. Qalır B və Y. Were able to tələb edir. Cümlədə də yoxdur. Variantda da B də gedir. Qalır Y variantı. 160. I see nothing in the darkness. Yenə nothing var. Notların üzərinə xətt çəkirik. Was able to tələb edir. Çıxır. Will be able to tələb edir. Çıxır. Düzgün cavabımız olur B variantı. 161. I don't think they reach the village in time. Mən düşünmürəm ki, onlar vaxtında çata biləcəklər. Baxaq variantlara. Won't be able to olmalıdır. A çıxır. Will have to tələb edir. Çıxır. Haven't düzgün quruluş deyil. Çıxır. Will able to olmaz. Will be able to. Düzgün cavabımız olur Y variantı. 162. They ran so fast that I catch them. Onlar deyir, çox cəld qaçırlar. Cəld qaçdıqlarına görə də mən onları çata tuta bilmədim. Düzgün cavabımız A olur. Couldn't, bilmədim. Was able to tələb edir. B çıxır. I am able to tələb edir. C çıxır. Hadn't to belə bir quruluş yoxdur. Çıxır. Wasn't able to tələb edir. Çıxır. 163. We spend a lot of money on presents. You be economical. Biz hədiyyələrə çoxlu pul xərclədik. Sən daha ekonomik olmalısan. Gərək ekonomik olasan. Xərcləməməliyik. Ekonomik ola bilmək üçün
çoxlu xərcləməməlidirlər. Birinci tərəf inkar, ikinci tərəf təsdiq olmalıdır. Have to-nun inkarı belə düzəlmir, A çıxır. Should-dan sonra to gəlməz, C çıxır. İndi baxaq. You don't have spend a lot of money on presents. Çoxlu pul xərcləməməlisən hədiyyələrə. You should be economical. Sən ekonomik olmalısan. B variantı düzdür. Digərlər tərcümə uyğun gəlmir. 164. Hilda spend a lot of money. She save it for her education. Hilda çox, əgər save it for her education öz təhsil üçün saxlamalısa, deməli xərcləməməlidir. Birinci tərəf inkar, ikinci tərəf təsdiq olur. Hasn't to-nun inkarı belə düzəlmir, çıxır. B də düzgün cavab. Doesn't have to spend a lot of money. Çoxlu pul xərcləməməlidir. Gərək o pulu təhsil üçün saxlasın. 165. Soldiers and policemen to wear uniforms, but teachers don't. Burada don't varsa, deməli burada da inkarı don't-la düzələcək bir modal feil yazmalıyıq. Və to istifadə olunur və bura inkardır. But don't deyirsə, but-dan əvvəl təsdiq olmalıdır. İnkarlar çıxır. Are able to yazılsaydı, burada aren't olardı. D-də çıxır. Qalır. Have və had. Had yazılsaydı didn't olardı. Y-də çıxır, B qalır. 166. Fish to come out into the air to breathe. They get their oxygen directly from the water. Deməli, bilirik ki, balıqların nəfəs almaq üçün suyun xaricinə çıxmağa, havaya çıxma ehtiyacları yoxdur, etməməlidirlər. Onlar oksigeni birbaşa sudan da ala bilirlər. Birinci tərəf inkar, ikinci tərəf təsdiq olur. Baxaq. Nöqtələrdən sonra birinci cümlədə to var, ikincidə yox. Aha. A variantını saxlayaq. B variantı haven't düzgün deyil. D variantı o to tələb edir. Burada yoxdur. D də çıxır. Will be able to olmalıdır. Çıxır. Must özünə sonra to gəlmir. Çıxır. Düzgün cavab olur A variantı. 167. And to do much, but she did everything that she in order to help us. Belə cümlələrdə, belə qarışıq görünən cümlələrdə əvvəlcə baxırıq cavablara. Görək hansı cavabları çıxdaş edə bilərik. Birinci cümlədə nöqtələrin yanında to var, ikincidə yox. İndi baxırıq. Wasn't able to, okay, ola bilər. Could ola bilər. Won't be able olmalıdır. B variantımız çıxır. Hasn't buradan çıxır avtomatik. Can't-dan sonra to gəlməz. Y çıxır. Hadn't da düzgün quruluş deyil, çıxır. Biz artıq cümləmizə baxmamış A variantını seçirik. Sonra yerinə qoyun, tərcümə edin. Görün, düzgün seçmişsiniz yoxsa yox. Baxaq indi. Anne wasn't able to do much, but she did everything that she could in order to help us. Deyir ki, o çox bir şey etmədi, edə bilmədi. Amma o bizə kömək edə bilmək üçün hər şeyi etdi. 168. Fred is going to retire soon. Retire pensiyaya çıxmaq, təqaüdə çıxmaqdır. Tezliklə təqaüdə çıxacaq. Then he to go to work and to spend all his time on gardening. Təqaüdə çıxandan sonra artıq işə getməyə ehtiyac qalmır. Birinci tərəf olur inkar və bütün vaxtını bağçılıqda keçirəcək. İkinci olur təsdiq. İnkara təsdiq. Birinci tərəf inkar harda var? A variantında deyil. İkinci tərəf təsdiq harda var? C-də deyil. Aha, indi baxaq tərcüməyə. Nöqtələrdən sonra to var birinci cümlədə. Can't-dan sonra to gəlmir. B çıxır. Y-də də won't be able to olmalıdır. Y-də çıxır. Düzgün cavabımız olur D variantı. Sonra 169. They allow parking here. The street is very narrow. Əgər küçə dardısa, biz orada parking edə bilmərik. Deməli, inkar yazırıq. Shouldn't, ought da çıxır. Mustn't, must, may də çıxır. Düzgün cavab olur 1-3 D variantı. 70-ci testlə davam edirik. They to call a porter because the bags were so heavy that they hardly carried them. Demək, hardly özü inkar bildirir. Onlar daşıya bilmirlər. Daşımaq çətinlik çəkirlər. Hardly olan hissədə, hardly olan cümlədə heç bir şəkildə inkar olmur. Ona görə ikinci tərəf inkar olan variantlar avtomatik çıxır. Və cümlə were keçmiş zamandadır. Were olduğuna görə biz keçmiş zamana uyğun yazmalıyıq. Burada can var deyə çıxır, can var deyə çıxır. Düzgün cavab olur A variantı.
They had to call a porter because the bags were so heavy that they could hardly carry them. They could hardly carry them. O deməkdir ki, they couldn't carry them. Eyni şeydir. Sonra 171. We happily, xoşbəxtlikdən, we to help him and he to wait our any longer. Aha. To var. Hər iki nöqtədən sonra to var. Could'dan sonra to gəlmir, çıxır. Hadn'tın inkarı belə olmur, belə çıxır. Were able to okeydi, didn't have. Burada hələ ki okeydi. D'də okeydi, Y'də couldn't, daha sonra to olmaz. İndi gəlin tərcüməyə bax. Xoşbəxtlikdən we were able to help him. Biz onu kömək edə bildik. And he was able to wait, didn't have to wait any longer. Biz ona kömək edə bildik və o eyni inkarlıq tələb edir. Daha çox gözləməli olmadı. Düzgün cavabımız olur C variantı. 172. She to get up early in the morning but everyone else in the house does. Deməli, to var. Does varsa evdəki ondan başqa hamı bunu edibsə və təsdiqdir bura. But var arada. İnkarlıq yazmalıyıq birincisi. Sualının və inkarının köməkçi feillə düzələn modal feil yazmalıyıq. Wasn't olmaz. Was olsaydı burada da does'ın əvəzinə was olardı. Didn't olmaz. Did olardı was'ın əvəzinə. Does'ın əvəzinə. Hadn't ümumiyyətcə olmaz. Was da olmaz. Baxın, doesn't have. Birinci tərəf doesn't have to get up. İkinci tərəf in the house does. Belə xırdalıqlara fikir versəz testi yazanda və əsas qaydaları bilsəz, onu mütləq şəkildə yaza bilərsiniz. 173. Daniel to drive as fast as he in order to arrive at the station in time. Nöqtələrdən sonra birincisi də to var. Baxırıq. A qalsın, B qalsın. C-də hasn't to, hasn't olmaz. Aha. Sonra baxaq indi. A variantı qalsın. B-də will able olmaz, will be able to olmalı. D-də də will be able to olmalıdır. Mustn't-dan sonra to olmaz birincisi də yerdə çıxır. Düzgün cavabımız qalır A variantı. 174. The police to find the stolen documents as no one else to do it since then. No one else deyirsə, ikinci tərəfimiz mütləq təsdiq olmalıdır. Bir cümlədə iki inkar olmaz. Baxırıq, C variantımız çıxır, D variantımız çıxır. Qalır A, B, Y. The police, kəndən sonra to gəlməz deyə A-da çıxır. Haven't da düzgün quruluş deyil, don't have olmalıdır. B-də çıxır. Düzgün cavabımız Y variantı. Sonra 175. To practice the piano for 3 hours a day. Must-dan sonra to gəlməz, 1 çıxır. 1 olan variantları çıxaq. Should-dan sonra to gəlməz, 2 də çıxır. 2 də çıxanda qalır D variantı. Do you have to? Ought you to. Sonra 176. I don't think you haven't olmaz. Düzgün quruluş deyil. Will be able to olmalıdır. Be yoxdur. Burada yeyilib. B-də çıxır. Won't be able to olmalıdır. C-də çıxır. Should-dan sonra to gəlməz. Y-də çıxır. Düzgün cavabımız D variantı. Will be able to. Thomas eat apple pie but his brother does. Burada ilk batdan sonra təsdiq gəlibsə, əvvəl inkar gəlməlidir. Does var deyə biz burada doesn't-dan istifadə etməliyik. Baxırıq, harada doesn't var? C variantı. Düzgün cavabımız C variantı. Sonra 178. The weather is too hot. Hava çox istidir. I water the flowers. Hava isti olduğuna görə gülləri sulamalıyam. Must-dan sonra to gəlməz, A çıxır. I am not able to inkar olmamalı, təsdiq olmalıdır, B ilə çıxır. Haven't düzgün inkar deyil, həm də inkar olmaz. Kəndən sonra to gəlməz. Düzgün cavab D variantı. Yesterday, dünən. Dünən deyirsə, mustn't, must avtomatik çıxır. Nöqtələrdən sonra to gəlməyib deyə had də çıxır. Qalırıq indi tərcüməyə. Ya couldn't, ya could qoymalıyıq. Yesterday, I do my homework as it was too difficult. Çətin olduğuna görə edə bilməyib. As because deməkdir. As ilə because eyni mənanı verir. Çətindir deyə edə bilməyib. Düzgün cavab olur A variantı. Sonra 180. Yesterday. Yesterday keçmiş zamanda. A qalsın, B çıxsın, C hadn't düzgün deyil. C də çıxsın, must da çıxsın, have də çıxsın. Düzgün cavab A. Çünki
Mustlar keçmişdə istifadə olunmur. Have to da keçmişdə olunmur. Hadn't to isə düzgün inkarlıq forması deyil. Ona görə A qalır. 181. I am going to tell you a secret. Mən sənə bir sir deyəcəm. But you tell anyone. Amma sən heç kimə deməməlisən. Anyone onu göstərir ki, bu cümlə inkardadır. Təsdiqləri çıxaq. Bu inkarda səhv inkarda deyəndə çıxaq. You-da da does olmur, don't olur. A-da çıxaq. Düzgün cavab olur Y variantı. Sonra 182. Today she get up early because it is Sunday. Bazar günü olduğuna görə o gec qalxmalıdır. Təsdiq olmalıdır. İnkarları çıxırıq. Kəndən sonra to gəlmir. Düzgün cavab B variantı. In Azerbaijan, you take your shoes off when you come in or the carpets get dirty. Sən Azərbaycanda evə girəndə, gələndə ya ayaqqabını çıxartmalısan, ya da xalçalar çirklənəcək. Baxaq, təsdiq olmalıdır. Kəndən sonra to gəlməz, A çıxır. Mustn't olmaz, təsdiq olmalıdır. Düzgün cavab must. Digərləri niyə olmur? You ilə has to olmaz, have to olar, D çıxır. Bu da düzgün inkarlıq deyil, Y çıxır. Düzgün cavabımız olur C variantı. 84. In some cultures, you eat everything on your plate. It's polite to leave something on it. Deyir, bəzi mədəniyyətlərdə sən öz qabına hər şeyi yeməməlisən, hər şeyi qoymamalısan. Nə isə saxlamaq, bu nəzakətdir. Nə isə orada qoymaq. Ortadakı qabda qoymaq, belə bir mənada. Should to ilə işlənmir. A variantı avtomatik çıxır. You ilə has to işlənməz çıxır. Can-lə to işlənməz çıxır. Mustn't olur, etməməlisən. 185. Nobody come yesterday. Yesterday varsa keçmişi bildirir. Nobody isə inkarlıq bildirir. D variantı çıxır. Nobody, every, no, some, any. Bunlar törəmələrindən sonra mübtəda vəzifəsində gələrsə, xəbər olur üçün şəxsin təkində. Şuradan sonra to gəlmir, B-də çıxır. Were olmaz üçün şəxsin təki lazımdır. Is indiki zamanda çıxır. Bizə keçmiş lazımdır. Nobody could come yesterday. Düzgün cavab Y variantı. A çıxdı indiki zamanda deyə, B çıxdı to olduğuna görə, C çıxdı nobody ilə were uyğunlaşmır, uzlaşmır. D də çıxdı wasn't olduğuna görə notla nobody eyni cümlədə işləmir. Sonra 186. Nöqtələrdən sonra to var. To ilə işlənən modal fe'l seçməliyik. Ought she to düzdür. Does she have to düzdür. Has she, has to'nun sualı has'lə vermir. Should da to ilə işlənmir. Y variantı. Aha, 187. I think Pamela gave me excellent advice. Mən düşünürəm ki, Pamela mənə əla məsləhət verdi. I təsdiq olmalıdır, təsdiq cümlə olmalıdır. İnkarlar çıxır. Should to ilə işlənmir, ought to'suz işlənmir. Y çıxdı, B çıxdı. Düzgün cavab D variantı. 188. We have gone the wrong way. Biz yanlış yolu gedirik. We left at the traffic lights. Biz trafik svetofordan sola dönməliydik. Biz yazmalıyıq təsdiq də yaza bilərik, inkarda. Dönməməliydik ya da dönməliydik. Baxaq cavablara. Şuradan sonra to gəlməz. 2 çıxdı. 2-lər çıxsın. Ought-dan sonra to gəlməz. 4 də çıxsın. C variantı. 1, 3. Dönə də bilərək, dönməyə də. Yəni, dönsək də səhv ola bilər, dönməsək də səhv ola bilər. 189. I fell into the river. Mən çaya düşdüm. I more careful. Mən gərək daha diqqətli olaydım. Təsdiq olmalıdır. İnkarlar çıxsın. Şuradan sonra to gəlməz. Y-də çıxsın. Şuradan sonra to gəlməz. B-də çıxsın. D variantı düzdür. Sonra 190. I didn't see you at the party. Mən səni partidə görmədim. You me about it earlier. Gərək sən bunu daha əvvəldən deyəydin. Təsdiq olmalıdır. You should have told olmalıdır. Sən gərək bunu əvvəldən demiş olaydın. Düzgün cavabımız olur 190-da B variantı. Sən mənə əvvəldən demiş olaydın. Telling olmaz. Telling bir şey deyə dayanmış, bir dəfə deyir bitir. Düzgün cavab B olur. You an umbrella, it's raining outside. Çöldə yağış yağır, sən gərək
çətiri götürəsən. Might'dan sonra to gəlməz, A çıxır. Should taken deyə bir şey yoxdur, D-də çıxır. İnkar olmamalıdır, təsdiq olmalıdır. Aha, should have taken and ought to take qalır 191-də. Çöldə yağış yağır. Gərək sən onu götürəydin, əvvəlcədən götürəydin. Bu bilirik ki, indiki bitmiş zamanda indiki bitmiş zaman nə vaxt istifadə olunur? Əgər bir hadisə, bir şey keçmişdə baş verib, amma nəticəsi hal-hazırda göz qarşısındadırsa. Bu keçmişdə baş verən onun götürməli olduğu idi. Götürməmiş olduğu indiki gözümüzün qarşısında olan bir prosesdir. Götürmədiyini biz bilirik, amma götürməli olduğu keçmiş zamanda baş verir. Ona görə də should have taken olur. Sonra 192. I think I finished the report by now. Aha. Should finish də olmaz. Ought da olmaz. Ought da olmaz. Çünki üçüncü past participle-dadır bu. I think, mən düşünürəm ki, I shouldn't have finished the report by now. I should have finished the report by now. Mən indiyə qədər bu reportu bitirməliydim. Düzgün cavab olur 192-də C variantı. Mən indiyə qədər bunu bitirəydim gərək. Sonra 193. She gone to the party if she didn't have to work. O gərək gələydi əgər onun bugün işləməli deyildisə. Past participle gəlib nöqtələrdən sonra. Might gone olmaz. Bu da olmaz. Ya shouldn't have olmalı, ya should have. O da tərcüməyə görə. O gərək gələrdi əgər onun işi yox idisə. Düzgün cavab Y. Sonra 194. We harder for the exam. Might to study olmaz. Have study olmaz. Bu düzgün quruluş deyil. Should have studied. Bu qalsın. Shouldn't have studied olmaz. Burada cavab D variantıdır. We should have studied harder for the exam. Deyir, gərək biz daha yaxşı, daha çox hazırlaşardıq. Daha çox çalışardıq imtahan üçün. 195. Past participle gəlib nöqtələrdən sonra, ought to-dan sonra gəlməz. B qalsın, C qalsın, digərləri çıxsın. You listen to my advice, now look at the situation. Deyir, indi vəziyyətə bax. Sən gərək mənim məsləhətimi dinləyəydin. Dinləməmsən, bax, indi vəziyyətə bax. Bu mənada C variantı olur, düzgün cavab. Sonra 196. 196. I gone to the concert last night, but I was too tired. Past participle gəlir. Burada istifadə edirik C variantını. O to ilə işlənməlidir, düzgün deyil. Burada bitmiş zaman olmalıdır ki, bu qanun yanına gələ bilsin. Gərək mən gedəydim, amma mən dünən çox yorğun idim. 197. He me before coming to my house. Should-dan sonra to olmaz. Ought to call düzgün quruluş deyil. Might-dan sonra da to olmaz. Deyir, o gərək evə gəlməmişdən əvvəl mənə zəng edəydi. Y variantı. 198. They spend so much money on unnecessary things. Vacib olmayan şeylər üçün gərək biz bu çoxlu pul xərcləməyək. İnkar seçməliyik və past participle gəlib deyə bu have ona uyğundur. B variantı. Sonra 199. She taken the job offer. It was a great opportunity. O gərək qəbul edəydi. Bu onun üçün şansıdır. Düzgün cavab olur D variantı. You him that the paint on that seat was wet. Bu quruluş düzgün deyil. Bu da düzgün deyil. Should have telling. Bu davamlı demir. Deyir ki him that the paint on that seat was wet. O deyir gərək çəkəndə bu mənə deyəydi.
Gərək deyəydi. Bu yer yaşdır, nəmdir. C variantıdır. 200-də. 201. They stopped at the traffic lights. O tüylə işlənməlidir. Çıxır. Burada düzgün quruluş deyil. Koddan sonra keçmiş olmaz. Might'dan sonra keçmiş olmaz. B variantı düzgün. 202. You opened the letter. It wasn't addressed to her. Gərək onu açmayaydın. Bu ona yönəlmişdi. İnkar seçməliyik. Burada bir inkar B variantıdır. Might'dan sonra keçmiş gəlməz. Bu quruluşlar düzgün deyil heç biri. Bu da tərcümə uyğun gəlmir. Düzgün cavab B variantıdır. D tərcümə uyğun gəlmir. 203. They blocked the emergency exit doors. Gərək onlar təcili çıxış qapılarını bloklamasınlar. 203-də də C variantı düzgün cavabımız. İnkar da olmalı. Gərək bloklamamış olsunlar. 204. I knew this. It was a secret. Mən bunu sənə deyə bilmərəm. Bu sirdir. Y variantı. Yəni heç variantlara baxmasaq belə, ikinci cümləni oxuyanda sir olduğunu biliriksə deyə bilmirik. Burada da təkcə inkar buradadır. Bu variantı götürürük. Sonra 205. You more respectful to her. You should have been. 25 olur C. Should have been more respectful. Gərək ona daha çox hörmətli ola. 206. It was marvelous. Əla bir film idi. I should have seen this film. Gərək mən bu filmə baxaydım. Düzgün cavab olur C variantı. Açıq suallara keçirik. As I have been ill since last Friday, I put off the meeting with my friends now. Mən deyir, keçən həftədən bəri xəstə olduğuma görə put off təxirə salmaqdır. Mən dostlarla görüşü təxirə salmalıyam. Təsdiqlər olur ancaq. Now deyirsə indiki zaman seçməliyik. Düzgün cavabımız olur 2 və 4. Must və have to. Nəyə görə had to olmaz? Çünki now deyir. Now indiki zamandan daş. İndiki zaman zərf olduğu halda keçmişi yaza bilmərik. 207, 204. 200. He has known pretty well. Now he öz işini deyir, itirməmək üçün ən yaxşısını etməlidir. Shouldn't olmaz. İnkarı çıxaq buradan. Didn't da olmaz. Had to da keçmiş zamanda biz indiki zaman yazmalıyıq. Must və ought to. 3, 4. Sonra 209. Get a driving license when you were 18. Were you able to get? Bir düzdür. Could you get a driving license? 2 düzdür. Have you to düzgün deyil olmaz. Didn't you have to tələb edir olmaz. Düzgün cavab 1, 2. 210. Go to the conference when you were in Turkey. Were you able to? Bir düzdür. Could you go? 2 düzdür. Have olmaz. Burada da to tələb edir. Düzgün cavab 1, 2. 201. 211. Prove the result of your experience. Were you able to prove? Bir düzdür. Could you prove? Düzdür. Will you be able to? 3 səhvdir. Have you to düz deyil. Should'la da to işlənməz. Düzgün cavab olur 1, 2. 212. Were you able to? Düzdür. Could you düzdür. Will you be able olmalıdır. Have olmaz sualda. Should da to ilə işlənmir. Düzgün cavabımız olur 1 və 2. Using sentences with modal verbs. Davam edək bu hissəylə. Firemen wear special uniforms. It's for their safety. Yanğı söndürülür, geyinməlidirlər. Bir düzdür. Baxaq, bir düzdür. Ought to tələb edir. To yoxdur, 2 səhvdir. 2 olanlar çıxsın. Should to ilə işlənməz, 3 də səhvdir. Çıxır. Düzgün cavabımız olur C variantı. 2. Did Mike have to meet all of them? Bir düzdür. Do you always have breakfast together? Burada modal verbs soruşur. Burada modal verbs yoxdur. 2 səhvdir. 2 olanlar çıxır. We have a lot of problems to solve. 3-də də modal verb yoxdur. 3 də çıxır. Düzgün cavab 1, 4. You needn't change the interior of the room. Üçüncü testə baxırıq.
Did you have dinner at the restaurant? Yenə modal verb istəyir bizdən. Birinci cümlədə modal verb yoxdur. Did you have to? Have to modal verbdir 2 düzdür. We don't have any vegetables 3 səhvdir. You needn't ask. Need modal verbdir. 4 də düzdür. 2, 4 D variantı. 4. He didn't have any bad habits. Burada yoxdur modal verb. 1 çıxır. He didn't have a rest. Burada da have a rest yəni bu have modal feil deyil. 2-də çıxır. Needn't modal feildir. Have to modal feildir. Qalır 3, 4 B variantı. 5-ci testə baxaq. I don't have to do shopping. Have to modal verbdir. 1 düzdür. I have a lot of colored pencil to draw. 2 səhvdir. You needn't explain. Düzdür. Have a shower da modal feil deyil. Səhvdir. Düzgün cavab 1, 3, B variantı. 6-cı testə baxaq. Do you have much luggage to pack? Modal feil yoxdur cümlədə. 1 çıxdı. He needn't waste so much money on these dresses. 2 düzdür. They had a lot of spare time to spend with friends. 3 səhvdir. 3-də də yoxdur. Did they have to? Burada da var. Burada da var. Düzgün cavabımız olur. 2, 4, B variantı. 7. You needn't explain again. I understand everything. Needn't modal verbdir. 1 düzdür. Do you have enough vegetables to make a salad? 2 səhvdir. 2-lər çıxır. We had only a few minutes to talk. 3-də çıxır. How long does he have to? 4 düzdür. Düzgün cavab olur. 1, 4, A variantı. 8. I have 2 pages to translate. 1 çıxır. Do you have to get up early? 2 düzdür. Tom had a lot of time to watch cartoons. Burada yoxdur modal feil. 4-cüdə isə have to'dur. 2, 4. A variantı. 9-cu testə baxırıq. Do you have enough information to make a report? 1 çıxır. Birinci cümlədə yoxdur modal feil. You needn't wear. 2 düzdür. We have enough time to catch the train. 3 səhvdir. Düzgün cavab D variantı. D-də də have to, 4-cü cümlədə have to'dur modal feil. Sonra 10-cu testə baxırıq. Do you have enough time to finish the work? Yoxdur birinci cümlədə. İkincidə he needn't send. Need modal feildir. Üçüncü cümlədə has a lot of money to spend on traveling modal verb yoxdur. Dördüncüdə isə have to modal verbdir. 2, 4 olur Y variantı. Birinci cümlədə modal verb yoxdur. İkinci cümlədə needn't order needn't modal verbdir. 2 qalır. 1 olanlar çıxır. The police have a lot of reason. 3-də də yoxdur. Do you have to? 4 düzdür. 2, 4 Y variantı. Sonra 12. She had a lot of work to do. 1 çıxır. Don't have anything to say. 2-də çıxır. The doctor did everything he could. Could modal verbdir. He has to send modal verbdir. 3, 4 C variantı. 13. I did everything I could in order to help my sister. Could düzdür 1. Sarah has much homework to do. 2 çıxır. Why did you have to get? 3. 1, 3 düzdür. 4'də də yoxdur. Modal verbs. Y variantı. 14. You have to ask him. 14 düzdür. 14'də 1 düzdür. I don't have any time to explain it to you. 2'lər çıxır. She needn't borrow. 3 düzdür. D variantı. 15. She has to change. Has to modal verbdir. 1 düzdür. She doesn't have anything to read. 2 səhvdir. Çıxdı 2'lər. You needn't learn. 3 düzdür. 1, 3. You have some good friends to support you. 3 də səhvdir. Düzgün cavab olur Y variantı. 16. Do you have any notes to study for the exam? 1 də yoxdur. It's still early. We needn't hurry. 2 də var. Needn't. Do you have to cancel? 3-də də var. 4-də yoxdur. Düzgün cavab olur 2, 3 Y variantı. 17. Do you have a visa to go to California? 1 də yoxdur. 1 olan variantlar çıxır. You needn't take. 2 var. Düzdür 2-də. They hardly have enough money to spend on our travel yoxdur. Have to düzdür. 2, 4 D variantı. I needn't to do so many things right now. Modal verb istəyir. Needdən sonra to gələndə olur əsas verb. Modal verb deyil.
Modal verb B variantındadır. You needn't pay the rent today. Has to'nun inkarı belə düzəlmir, çıxır. Have to'nun da sualı belə düzəlmir, çıxır. Yenə has to'nun inkarı belə olmur, çıxır. 18B. 19. I don't have to get up at 6:30 a.m. and anymore. Bir düzdür. They will have enough time to relax. İkidə modal verb yoxdur, ikilər çıxır. We won't be able to come home before midnight. Üçdə düzdür. You won't have to. Üçdə də var. 1, 3, 4. Burada to olduğuna görə bu olur. Ümumiyyətcə bu quruluş düzgün deyil. Sonra 20. Betsy didn't have to catch the 7:10 a.m. train. Didn't have to catch. Have to düzgündür. Modal verb. Bir düzdür. I often have to travel overseas. İki də düzdür. You needn't to olmaz. Üçlər çıxır. I know he won't be able to. 4 düzdür. Have a lot of strength to defend our soldiers. Səhvdir. Düzgün cavab olur 1, 2, 4 A variantı. Bu testlə də modal verbs bölməmizin sonuna çatdıq. Əgər hər hansı bir sualınız olarsa, şərh bölməsində qeyd edərsiniz. Növbəti videolarda görüşənədək. Hələlik.